Salam uşaqlar. Bugün yeni topluya əlavə olunmuş, ancaq yeni misalların izahlarına baxacağıq, yeni tapşırıqların. Tənasüb mövzusunda səhifə 21-də 35 sayılı çalışma var. Həmişəki kimi şərti diqqətlə oxuyuruq. Kitablar 1-ci, 2-ci, 3-cü rəflərə, onların ümumi sayı uyğun olaraq 2, 3, 4 ədədləri ilə tərs mütənasib hissələrə bölünərək yerləşdirilib. Birinci cümləyə aid belə bir şey yazaq. Birinci rəf, ikinci rəf, üçüncü rəf. Birinci tərs mütənasib dediyinə görə burada 2-də 1K, mütənasiblik əmsalıdır K, onun üçün K-dan yazırıq. İkinci 3-də 1K, dördüncüdə 4-də 1K hissələrdən yerləşdirilib. Sonra ikinci cümləni oxuyub ona uyğun tənlik yazacağıq. Birinci və ikinci rəfdə olan kitabların ümumi sayı. Birinci, ikinci rəfdə olan kitablar budur. Onda yazırıq burada. 2-də 1K, üstə gəl, 3-də 1K. Bu olur birinci, ikinci rəfdə olan kitabların ümumi sayı. Üçüncü rəfdə olan kitablardan, üçüncü rəfdəki kitablar 4-də 1K'dır. 42 ədəd çox olarsa. Bu ikisi 4-də 1K'dan çoxdursa, deməli 4-də 1K'nın üstünə 42 gəlirik ki, çoxalsın və bunlara bərabər olsun. Bu dərnəkləri həll eləmək üçün burada məxrəcdə 2, 3, 4 gördüyümüzə görə hər birini vuraq 12-yə. Birinci 2-də 1K'nı 12-yə vuranda eləyəcək 6K. Bunu 12-yə vuranda eləyəcək 4K. 4-də 1K'nı eləyəcək 3K. Üstə gəl 42 vur 12. Heç bunu hesablamıram. Alırıq burada 6K, 4K. 10K çıx. 3K bərabərdir. Niyə 3K keçdi sola sağdan. 42 vur 12-yə. 7K bərabərdir. 42 vur 12-yə. Və burada K bərabərdir. 42 vur 12 böl 7-yə. Yəni burada vurmağın mənası yox idi. Onsuz axırda ixtisar olunacaq bu. 6K bərabər 72-yə. Bizdən deyir ki, bütün kitabların sayını tap. Onda burada birincidə K'ya 72 qoysaq, 2-də 1 vur 72, 36 eləyəcək. 3-də 1 vur 72, 24 eləyəcək. 4-də 1 vur 72, 18 eləyəcək. Onda rəflərdəki kitablar 36, 24 və 18-in cəmi eləyəcək. O da eləyəcək 78 kitab.